Tamam. Deməli, Azərbaycan Respublikası neçə iqlim qurşağında yerləşir, ay əfsanə? Müəllim, mülayim subtropik. Mülayim subtropik dedin, hə? O əvvəlini eşitmədim, yoxsa tropik dedin? Yo, müəllim, sub dedim. Hə, Subtropik. sub dedin. Çox hissəsi subtropikdir, yoxsa mülayimdir? Subtropik. Subtropikdir, ay sağ ol. Həyəcanlanma, rahat ol. De görün, bəs Azərbaycanda iqlimin əmələ gəlməsinə təsir edən əsas amillər hansılardır? Səth örtü, coğrafi enlik. Səth örtüyü, coğrafi enliyi hamısı təsir edir. Bir də hava kütlələri. Bu qızın səsi qırt-qırt eləyəcək, bütün məni dilxor eləyəcək. De görüm, Azərbaycan Respublikasının iqliminə şimal yarımkürəsinə aid hansı hava kütləsi təsir eləmir? Eləmir. Hə. Eləyir. Artıq eləmir. Eləyir, müəllim. Şimala ekvatorialdan başqa hamısı. Bəli. Şimal yarımkürəsində ekvatorialdan başqa hamısı təsir edir. Artik hava kütləsinin neçə tipi var idi, ay əfsanə Azərbaycana gələn? Kontinental artik, bir də dəniz artik. Dəniz artik hardan formalaşıb gəlirdi? Şimal Buzlu Okeanın donmayan səthi üzərində Spitsbergen və Grenlandiya adasından. Bir də Norveç və Barents dənizi üzərində ilin o donmayan dönəmində nə bilim nə. Eləmi? Bəli. Norveç Barents. Kontinental artikdə Karalap devlərdən Şərqi Sibirdən gələr. Kontinental artik ümumiyyətlə dəniz artik kontinental hər ikisi gələndə hava şəraitində temperatur artar yoxsa aşağı düşər. Ay sağ ol. Yağıntı qismən qar şəklində düşəcək deyirsə, söhbət dəniz artikdən gedir yoxsa kontinental artikdən gedir? Kontinental. Yox, dəniz artik. Kontinental suxoy marozdur. Bildin nətə? Qupquru, maroz, soyuq. Onda yağıntıdan zatdan danışmırsan. Gəlir, kəsir adamı gedir, dondurur. Amma dənizlik varsa, hə, burada gəlib dilxoşluq edir, qarı falan atacaq da yerə, mülayim dəniz, mülayim kontinental kimi. Yaxşı, mülayim hava kütləsinin yenə iki tipi gəlir. Dəniz mülayim gəlir, kontinental mülayim. Dəniz mülayim respublikamıza hardan daxil olur? Dəniz mülayim hava kütlələri Atlantik okean üzərindən, Azor adaları üzərindən. Adalarından gəlir. Ayşə. Bəs əfsanə bala, demişdim ki, bu Azor adalarının özünün iqlimi nədir? Mülayim dəniz, dənizin mülayim. Özünün iqlimi kim deyər? Özünün iqlimi? Rütubətli tropikdir. Rütubətli tropik özdə. Aydın oldu mu? Bax, Azərbaycan oradan hansı hava kütləsi gəlir? Dəniz mülayim hava kütləsi gəlir. Burada sizi çarıxdırmasınlar. Mən heç onu bilmirdim mən. Nə yaxşı dediniz. Sağ olsun. Deməli, nəysə, Atlantik okeanda divergent zonada yerləşən Azor adaları üzərindən mülayim dəniz hava kütlələri Avropadan keçərək respublikamıza daxil olur. Bol rütubətli hava, mülayim hava, leysan yağış, göy guruldayıb şimşək çaxması müşahidə edilir. Hidrometeoroloji məlumatlara əsasən. Yaxşı. Deməli, sonra əfsanə deyəcəm, kontinental mülayim hava kütləsi hardan daxil olur? Şərqi Avropa, Qərbi Sibir, Qazaxıstan, Ural üzərindən. Ural dağlarının cənubundan, Qazaxıstanın şimalından, Rusiyanın cənubundan. Yaxşı. Bəs tropik hava kütlələri hardan daxil olur? Tropik hava kütlələri Afrikadan, Afrikanın şimalı, sonra Ərəbistan yarımadası üzərindən. Razıyam səndən. Bax, tropik hava kütləsi yayda da, qışda da gələndə nə verir baş? Ancaq bir tipi, bir üzü var, isti. Aysa. Bəs yaxşı, Arktiklə mülayim hava kütləsi gələndə nə verir baş? Yayda da, qışda da? Soyuq, temperatur aşağı düşür. Bəli, ikisində də temperatur aşağı düşür. Yayda da, qışda da. Bəs cənub siklonları respublikamıza hardan daxil olur? Mənim Aralıq dənizi, İran. Olsun. İran yaylası olsun. Biri qaldı. Bir də. Hara? Kiçik Asiya yarımadasından. Yarımadasından formalaşaraq respublikamıza daxil olur. Bir dənə də iki üzlü hava kütləsi var idi. İki üzlü. Orta Asiya. Mərkəzi Asiya hava kütləsi. Mərkəzi Asiya hava kütləsi hardan daxil olacaq əfsanə? Müəllim, elə Orta Asiya hava kütlələri Asiyadan. Hansı Asiyadan? Şərq Asiyadan daxil olacaq, yoxsa elə Orta Asiya? Qərbindən. Qərbi, bəli, Qərbi Asiyadan daxil olacaq. Qərbi Sibirdən, eləmi? Yox. Qərbi Sibirdən mülayim kontinental hava kütlələri idi. Xəzərin o tərəfindən. Orta Xəzərlərindən keçərək gəlir. Bəli, müəllim, hə. Orta Asiyadan Xəzərin üstündən keçib gəlir Azərbaycana. Hansı ovalıqdan keçib gələcək? Hansı ovalıqdan? Samur ovalığı. Turan ovalığından.
Hansı səhralardan keçib gələcək? Qızılqum, Qaraqum. Qaraqum Qaraqum. səhraları. Bu Mərkəzi Asiya hava kütləsi odlu yaloylu gəlirdi. Bunu kim hafiflətdi? Xəzər dənizi. Xəzər dənizi üzərindən Xəzər dənizi onu neynədi? Alt- Yumşaltdı, yumşaltdı. eləmi? Hafiflətdi. bəli. Yaxşı, avutdu saldı respublikamıza. İndi bəs de mənə görüm. Bir də var bizim özümüzün xəzrimiz var, bir də el arasında tanınan Gilavar mı? Xəzri nə küləyidir? Şimal, şərq. Amma Gilavar nə küləyidir? Şərq. Xəzri küləyi gələndə nə verdi baş? Sərinləyir, hava sərin, Amma Gilavar gələndə nə verdi baş? quru, istilənir. Bəli, isti quru hava. Bir də şey var idi. Bax bu Kürdağ arası çök əlində hava kütləsi var idi. Bunu Ağyel, hə. Ağyer Ağdaydı, Qarayerdəki Gəncə Qazax düzündən. Qazax Qarabağ düzündə qığları dedim yanında. Ağyel isə Kür Arazova, Milmuğan. Bunların təsərrüfat əhəmiyyəti olduqca çoxdur sözü. Yanlışdır müəllim, onlar əslində ziyan vurur təsərrüfata. Bəli, məhv eləyir əkin sahələrin zadı. Bəli. Yandırır, kül eləyir. Düzdür, isti küləklər. Bəli. Yaxşı, tamamilə doğrudur. Sonra deməli. Gəl bunları denəm mənə. Azərbaycanda radiasiyanın miqdarı maksimum mu? Nə oldu? 160, 121. Gəldim. Səs-küy var idi, mikrofonu bağladım. Radiasiya mənimə 120, 160, müəllim, 120, 160. 120, 160. Ay sağ ol. Yağıntının miqdarı maksimum mu? Çözəcək bir dənə bunları deyək. Günəşli saatlar, bəs sırayla öyrənmişdim. Günəşli saatlar 2400, 2800 idi. 2400, 2800 yox. Yox, 1800, 2900. 900, hə. Hə. Yağıntılar mən unutdum. Ən çox 50 millimetrdən az Qobustandaydı, bəli. Tuta məntəqəsində, Ələt-Dirəsində. Amma şeydə Cəciranda, Talış dağlarının ətəklərində 2762 millimetr, 63 millimetr yağıntı düşür. Aydın oldu. Bir dənə də nə qaldı burada? Yağıntının deyək, temperatur qaldı. Temperaturun maksimum mu? Temperatur Allah dəqiqə orta illiyi 14-15 dərəcə idi, müəllim. Ən temperatur Culfadaydı, 44 dərəcə. 46 dərəcə yazırlar indi desin. Hə, 46 olsun. Mənfos dərəcədə şeydir, o da Culfadadır. Bəli, o da mənfos. Kontinentaldır da, ona görə də, yaxşı. Bəli. İndi burada çözməli olduğumuz bəzi məqamlar var, onu çözək gedək. İqlim tipi. Aha, yox, hələ ora girmə hələ. Ora girmir yaxı. Darıxma, əsəbləşmə. Qətiyyən əsəbləşmək olmaz. Bax, bu düzən ərazidə, düzən ərazilərə yağıntının miqdarı, bax, bura yazıram, bax, 200 millimetr tutaq ki, 800 millimetr tutaq ki, bir də 1400 millimetr tutaq ki, tamam mı? Bu 200 millimetr yağıntı hansı ərazilərə düşəcək? 0 metrə, 1500 metrə, yoxsa 3000 metrə? Mənim arazi 2-0-da, hətta akkumulyativ düzənliklərə. Ay, sağ ol. Bir arazi olaraq. Deməli, bu 800 millimetr yağıntı hara düşəcək? 800 millimetr, müəllim, o Qusar maili düzənliyi falan oralara. 800 millimetr, deyək ki... Orta dağlıq. Yox. Orta dağlığa çox verməliyik. Buludluluq artır, axı, bəli, çox olur orta dağda. Yəni, bu niyə belə, bu diaqram niyə belə gəldi? Metraj səhv çəkdim. Yox, 3000 metr. Bu buranın da düzdür, bu buranın da, bu da buranın. İndi metrin yerini dəyişsəydim əslində, radiasiya olacaqdı bu. Deyən görüm, bala bir kiri görüm. Bax, bu 0 metr. Bu deyək 1500 metr. Bu da deyək ki 3000 metr. Burada mən əslində metrajın yerini dəyişdim də, amma dəyişsəm nə olur? Dəyişməsəm nə olur? 120, 130, hə, mən yağıntı yazmışam ya, kalori yazmaq əvəzinə. Beynim quruyub mən. Deməli, qulaq as. Bax, indi gəl o sualı tərsdən verirəm. 0 metr hündürlükdür. Eşitsənmi məni? Bəli. 0 metr hündürlükdür. 0 metr hündürlükdə yağış çoxdur, yoxsa azdır? Azdır, az. Az. Yağış azdırsa, radiasiya çoxdur, yoxsa azdır? Çoxdur.
130 kilokalori. Qalxdın 1500 metr hündürlüyə. Buludluq nə edir orada? Ortadalıqda buludluq artır. Ay sağ ol. Bulud artırsa, yağış artır, yağış artırsa radiyasiya azalır, olur 120 kilokalori. Bəli, Tamam mı? bəli. Deməli, bura o kilokalori yazdım ki, beyniniz qarışmasın. Burada metr yazmışam. Bəli. Yüksək dağlıqda bulud azalır, yağış azalır, radiyasiya yenidən artır. Radiasiya artır. Birləşdirsək nə olur? Qrafik bu şəkildə olur. Bir dənə demişəm ki, Talış dağlarında ancaq arta-arta nə edir? Gedir. Aydın oldu, başa düşdüm. Problem, Bəli. sıxıntı. Problem, sıxıntı var burada. Xeyr, mən. Yaxşı. Deməli, ən az radiasiya olacaq harda? Qanıq əritsə, qusar maili, Lənkəranda Lənkəranda, düzlərdə. və bir də orta dağlıq ərazilərdə. Buludlu. Ən az radiasiya burada olacaq. 110, 120. Çünki bu 5 yerin, bax deyirəm, Qanıq əritsə, qusar maili, Lənkəran, orta dağlıqlar. Bu 5 yerin buludluğu çoxdur, yoxsa azdır? Azdır. Yox, ortadalıqda çoxdur buludluluq. Bunların hamısı bulud. 5-in də buludluğu çoxdur. Bəli. Bəli. Buludluğu çoxsa, yağışı çoxsa, radiasiyası nə olacaq? Az. Az olacaq. Ay, sağ ol. Bax, bu 5 dənə yer var. Ha. Bu 5 yer iqlimin, belə deyək də, açar sözüdür. Bu 5 yeri həmişə yadınızda saxlayın. Ya 5 yer deyil də 4 dənə. Ya bunları seçəcəyik, ya da çıxacağıq. Aydın oldu. Eşitdin dediyimi? Bəli, müəllim, eşitdim. Hə, Qanıq əritsə, qusar maili, Lənkəran, ortada. Bunların yağışı çox, buludu çox. Radiyasiyası nədir? Az olandır. Tamam mı? Bəli. Sonra növbəti. Növbəti nədən danışım sənə? Deməli, maks radiyasiya qapıcıqdadır. Bildiyin 160. Bəli. Sonra arazboyu düzənliklərdədir. Sonra hündür zirvələrdədir. Ondan sonra Ceyrançöl, Acınoxur, Qobustan kimi yerlərdədir. Ondan sonra Küraraz ovalığındadır. Ən az da saydım ara. Şollardır, Qusar mailidir, Qanıq ərsaydır, Lənkərandır, orta dağlıq ərazilərdir ki, belə bu qaydada davam edəcəkdir. Keçid alaq indi iqlim tiplərimizə bir qoyuruq, yarım səhra və quru çöl iqlim vilayəti. Bəli, yay. Bunun 2 dənə tipi var. Bəli, yayı quraq keçən, bir də qışı quraq keçən. Elə şey yoxdur yarım səhrada. Yox, yayı quraq keçən, qışı soyuq keçən. Aha. Yayı isti və qurudur. Qışı Quru. mülayimdir. Yayı. Yayı isti və qurudur. Qışı Qışı. soyuqdur. Doğrudur. Bəli, Ay sağ ol. qışı. Qışı mülayim keçən yarım səhra quru çöl iqlimində yanvar ayı -1, -3 hansı ərazilərə xət edəcək? Küraraz ovalığı, Qobustan, Abşeron, sonra Ceyrançöl, Acınoxuru, Bax, elə deyirsənsə Acınoxurun cənubunda, hə. Acınoxurun cənubu, bəli. Sonra Ağcayan, İncə Hərami düzləri. Muğandır, Mildi, Salyandır. Bəli, 13 Küraraz ovalığındakı düzlər. Bəli. Gəncə, Qazax, Qarabağdır. Bəli, bunların hamısı nə olacaq? Qışı mülayim keçən yarım səhra quru çöl iqlim vilayəti olacaq. Tamamilə doğrudur. Bəs Naxçıvandakı arazboyu düzənliklərin abu-havası? Qışı soyuq keçən yarım səhra quru çöl iqlimi, bir ordadır, bir də balaca Talış dağları. Talış dağlarında da nöqtə şəklində rast gələcəyik, eləmi? Bəli. Sonra deməli, keçdik mülayim isti iqlimə. Mülayim isti iqlimin 3 dənə yarım vilayəti var. Bəli. 1, 2, 3 desək. Yayı quraq, sonra Yayı quraq, sonra qışı quraq. bir də Bir bərabər. də bərabər yağıntılı mülayim isti iqlim. Ay sağ ol. Yayı quraq keçən mülayim isti iqlim olacaq nerede? Lənkəran, Böyük Qafqazın cənub-şərqi, Kiçik Qafqazın cənub-şərqi. Vermir bucağı. İndi qulaq as, əsəbləşmə, bir dəqiqə səbirli ol, istənmə. İndi qışı quraq keçən mülayim isti iqlim hardadır? Özün denə, say sürətdən. Qanı Xəyrçayda, Böyük Qafqazın bütün cənub ətəklərində, bir də Kiçik Qafqaz, yox, Kiçik Qafqazın cənub ətəkləri, Böyük Qafqazın cənub-şərqi. Cənub-şərqində. Yağıntıları bərabər paylanan mülayim isti iqlim hardadır? Qusar maili düzənliyində, Böyük Qafqazın şimal-şərq yamacı, bir də cənub yamacı. Bir də Talış dağları.
Yox, bərabər. Hə, bəli, Talış dağlarında da var. Hə, bəs nə 5 dəqiqəm orada da var da, Yaxşı, indi keçid aldıq soyuğa. Yay quraq keçən soyuq iqlim hardaydı? Naxçıvanda. Amma haranı çıxmaq şərti ilə? Yüksək dağlığı müəllim. Orada o Qapıcığı çıxmaq şərti ilə. qapıcığı tundradır orada. Hə. Bax tundra. Sonra bir də Talış dağlarında talası var. Bəli, orada həm qışı, həm yayı quraq keçir. Tamam oldu. Yaxşı, indi bir sən nə edənə, şey edənə. Qışı quraq keçən soyuq iqlimi denə. Qışı quraq keçən soyuq iqlim deməli, Böyük Qafqazın cənub yamacında, sonra Cənub yamacında yox, şimal şərqindədir Copenhagen. mənim saçdım. Sonra Kiçik Qafqazın bütün o da yenə cənub ətəkləri. Ətəkdə soyuq iqlim olur, akademik. Yox. Müəllim, əslində bilirəm, gözümün qabağındadır. Prosta ora nə deyim? Soyuq iqlim qalx yuxarı. Soyuq iqlim. Orta və yüksək dağlığı Orta və denir. yüksək. Bəli. Gerizekalı. Hə, deməli, yay quraq keçən soyuq iqlim olacaq harda? Naxçıvanda, bir də Talış dağlarında. Qışı quraq keçən soyuq iqlim Kiçik və Böyük Qafqazın orta və yüksək dağlıq zonalarında olacaq. Və nihayətində sonuncu, yağıntıları bərabər paylanan soyuq iqlim yalnız Böyük Qafqazın cənubunda. Amma orada yağıntıları bərabər paylanan mülayim də var. Açar söz demişəm, nə olacaq həmişə? Mülayim, mənim qısarmalı düzənliyində. Soyuğu deyirəm. 1500 1500-2700 metr aralığı. Bax gör nə dedim. Bax bala, diqqətlə qulaq. Yağıntılara bərabər paylanan mülayim cənubda var. Yağıntılara bərabər paylanan soyuq da var cənubda. Hə. Yağıntılara bərabər paylanan soyuq yadınızda saxlamaq üçün dedim ki, 1500-2700 metr aralığı sözü olacaqdır ki, bu yağıntısı bərabər paylanandır. Bəli. Bildin. Arada o dağ tundranı götürür, eləməli. Onun nənəm də bilirdi. Hə, açıq yerim. Deməli 2700 metrdən də yuxarı nə deyəcəyik? Dağ tundra iqlimi deyəcəyik. Bu da belə. Qafqazda da Murov dağdadır, dağ tundra. İndi gəl bu belə eləyək də, əsəbləşmə. Gəl buranı da bir dənə çözəliyək. Mülayim istiqlim Naxçıvanda var. Mülayim istiqlim qəti yoxdur. Tamamilə doğru. Naxçıvanın iqlimi 3 dənədir. Qışı soyuq keçən yarım səhra, yay quraq keçən soyuq, bir də dağ tunduru. Bildin? Bəli. Yaxşı elədin. İndi bax, Kiçik Qafqazın ətəyindən belə qalxıram yuxarı. 2 dənə dalbadal nə dənə demişəm? 2 dənə dalbadal müəllim. Mülayimin, qışı quraq keçən mülayim istiqlim. Bir də qışı quraq denə. Keçən Qışı soyuq. quraq denə də ümumiyyətlə. Qışı quraq keçən soyuq bir də. Aydın oldu mu? Bəli. Yaxşı. Böyük Qafqazdan cənubdan qalxanda demişəm 2 dənə dalbadal nə denə? 2 dənə də belə yağıntıları bərabər paylanan. Yağıntıları bərabər paylanan. Mülayimdə soyuq. Tamamilə doğru. Yaxşı. İndi bax, qulaq as. Qışı quraq keçən soyuq iqlim dedin. Bəli. Bura dedim ki, müəllim, Kiçik Qafqaz, Böyük Qafqaz, orta yüksək dağlıq. Hə? Amma gəl belə deyək, cavabda bu yoxdur, başqa nə götürə bilərsən? Soyuq iqlimə. Bu Kiçik Qafqaz, Böyük Qafqazın orta yüksək dağlığı deyirəm verib. Bəli, bir dənə də soyuq iqlim Talışda demişdi axı. Ay qız, onun nə dəxli var? Dinləyirsən sən məni? Buyur. Deyirəm ki, Kiçik Qafqaz, Böyük Qafqaz orta yüksək dağlıq verib, yazıb. İndi cavab istəyirsən nə? Sən də deyirsən ki, müəllim, qışı quraq keçən soyuq iqlim. Mən də deyirəm ki, doğru deyirsən, amma cavabında bu yoxdur. Başqa nə deyə bilərsən bu ikisinin orta və yüksək dağlığına oxşar? Ortaq. Mezozoyun, Yura və Təbaşir dövrünün suxurları. Mən beynim iqlimdə qalıb, bilməm, yəni ağlıma gəlmədi ki, ora keçsiz. İnsan Yura. Yaxşı. Bu da beləncik. Bunu bir dənə, bunu. Mən sual cavabı başlayan kimi qaynanamla qaynatam qonağı gəlib. Çıxıb onlara salam verim. Ona görə çox sağ olun. Fikrim